Salam uşaqlar, bizim növbəti videomuz Unit 18 Reading haqqında olacaq. Bizə bir tekst verib, altında 5 dənə test verib. Biz ilk öncə teksti oxuyuruq. Read for gist edirik. Gist nədir? Ümumi məlumat üçün mətni oxumaq. Burada nədən söhbət gedir? Bunu anlamaq üçün, yəni oxuyuruq. Dərinliyinə varmırıq, analiz eləmirik. Sadəcə oxuyuruq. Bir dəfə ki, bilək nə var. Mən oxuya-oxuya əvvəlki mətnləri artıq bura qədər işləyə gəlmişəm, düzdürmü? Bilirəm ki, təxminən nə soruşula bilər, nə soruşula bilməz, nəyə diqqət etməliyəm. Önəmli olan hissələrin altına xətt çəkmişəm. Stirling Castle is a history castle in Scotland. Deməli, bu qala Şotlandiyadadır, təpənin başındadır, böyük daş evə oxşuyur. İnsanlar bu haqqında çox uzun zamandır bilir, onlar və bu Şotland tarixinin önəmli bir hissəsidir. Deməli, bu qaladan baxanda gözəl bir göl görünür, Şotlandiyanın yaşıl təpələri görünür. İçərisində bir neçə otaq var, otaqlarda rəngli xalçalar, fancy chairs var. Bir otaq da var ki, o kralın evinə oxşuyur, orada mebel var, dekorasiya var. Bu qala haqqında ən önəmli şey odur ki, o təpənin üstündədir və qəşəng şeylər görə bilirsən, mənzərələr və keçmiş zamanlar haqqında öyrənə bilərsən. İndi mən bunu gist elədim. Qala haqqında olduğunu bildim. Təxmini nəyə toxundu? Qalanın mənzərəsi, qaladan görünən mənzərə, qaladakı otaqlar haqqında informasiya aldım. Gist elədim. Sonra bu hər suala cavab vermək üçün mən scanning eləyəcəm. Scanning nədir? Spesifik informasiyanı axtarmaqdır tekstdə. Məsələn, burada məndən nə soruşacaq? False soruşur, düzdürmü? Stirling Castle is an old historic structure. Burada baxıram ki, is a historic castle. Bəli, nə olsun castle yerinə structure veribdir. Əsas odur ki, onun tarixə bir tikili olduğundan danışır. Scan elədim, tapdım. Stirling Castle is located in a valley. Bir vadidə yerləşir. Bu haqda bizə informasiya vermir. Sadəcə deyir, yox, əksinə səhvdir. Təpənin başında yerləşir. Vadi iki təpə arası olur, məncə səhv etmirəmsə. People have recognized Stirling Castle for a long time. People have known it about for a very long time. Bəli, çoxdan da bilirdilər. There are rooms within the castle where large parties were held in the past. Gedirəm, baxıram. To have big parties a long time ago. Bəli, bu otaqlarda əvvəllər böyük partilər verilibdi. Bu da düzdür. The castle is significant to Scottish history. Qala Şotland tarixinin önəmli bir hissəsidir. Baxın, it's an important part of Scotland history. Bu da düzdür. Mənə false lazım idi, o da B bəndi olacaq. Gördünüzmü, scan elədim, tapdım. İndi gəlirəm 3-ə. What can you see when you reach the top of the hill? Təpənin üstündən nə görünür? The top of the hill-ə bura çatanda you can look out and see a nice lake and green hills. A beautiful lake, Scottish green hills. 3-5. Looking at the scenery from the castle is like. Okay, deməli məndən cümləni tamamlamağımı istəyir. Mənzərədən, qaladan baxanda mənzərə nəyə oxşuyur? Thinking of a beautiful moment, remembering the ancient times, feeling the atmosphere of middle age, orta əsrlərdən söhbət getmədi. Staring at a wonderful picture, enjoying the beauty of landscape. Baxaq, elə bir şey var idi mi, yoxsa özümüzdən mi tapırıq? It is like looking at a big, beautiful painting. Gördünüzmü, deyir, qaladan baxmaq, böyük və gözəl bir şəklə baxmaq kimidir. Staring at a wonderful picture. D bəndi. Ancient times-ı digər yerdə vurğuluyurdu. Cavab uyğun görünə bilər, amma gedib scan eləməkdə fayda var. Bütün cavabları oxumaqda fayda var. 5. According to the passage, true. Bizdən düzgün olanı istəyir, düzdürmü? The castle seems to be a small stone house. No.
Small yox, big stone house idi. Bu səhv. There are lovely items in this room such as decorative chairs. Decorative chair, fancy chairs. Bu ola bilər, bu qalsın. Many visitors come to the castle to learn about the past. Bəli, bu da düzdür. To learn about the old times. Eyni şeydir. There are no furnished rooms within Stirling Castle. Deyir ki, burada heç mebel olan otaq yoxdur. Axı bizə dedi King's House var, orada da furniture var. Ona görə bu da səhvdir. Cavabımız olacaq 2 və 3. Artıq mən biri tapa bilərəm. A recent discovery in Stirling Castle. Burada yenicə son zamanlardakı olan kəşfdən danışmadı. The Green Hills of Scotland. Şotlandiyanın yaşıl təpələrinin adını çəkdi, amma bütün mətn bu haqqda deyil. Scottish Bridges. Şotland körpüləri haqqında heç nə eşitmədik. Modern House, heç nə eşitmədik. Cavabımız qalacaq C bəndi. Stirling Castle-ın tarixi. Əslində tarixi o qədər də toxunmur. Sadəcə özünün adını çəksəydi daha doğru olardı. Mən onun tarixini bilmərəm ki, neçənci ildə tikilibdi, kim tərəfindən tikilibdi. Burada sadəcə deyir ki, partilər veribdi. Keçmişə aid olan bir cümlə sadəcə budur. Mənə görə C variantı da düzgün deyil uşaqlar, amma digərlərinə baxanda seçə biləcəyim tək variant C variantıdır deyə onu seçdim.